çox təəssüf hissi ilə deyirəm ki, Amerikaya köçməyə peşmanam. Mən artıq tükənmişəm. Özümü xoşbəxt hiss edə bilmirdim. Təsadüfi populyarlıq gətirdi. Qonşular nə deyəcək, qohumlar nə fikirləşəcək? Biz Amerikada ev aldıq. Naşükür insansan. Azadlığı və rahatlığı hiss edirsən. Çoxdandır ki, video paylaşmırdım və başlayaq ən böyük səbəbdən. Nəhayət biz Amerikada ev aldıq. Yoldaşımla 8 ildir evli idik, amma hələ də öz şəxsi evimizdə yaşaya bilməmişdik. İlk aldığı ev təəssüf ki, bizim toyumuza qədər tikilib qurtarmamışdı. Uşaqlar dünyaya gəldikdən sonra həmən ev artıq bizə balaca idi. Ona görə satmağa qərar verdik. Bizə uyğun olan evi alıb təmir etdikdən sonra biz green card tutduq. Təbii ki, bura gəldikdən sonra maddi cəhətdən də ev almaq burada çətin idi və beləliklə 8 il ərzində biz kirayələrdə olduq. Əslində əvvəlcədən planlarımızda ev almaq olmasa da, sadəcə olaraq gedib evlərə baxırdıq, ümumiyyətlə buradakı evlərlə tanış olurduq, bazarla tanış olurduq və s. Sonra bu aldığımız evi bizə bir tanışımız məsləhət gördü. Əslində heç nə itirmirdik deyə gəldik baxmağa və elə oldu ki, həm ipoteka şərtləri bizə uyğun oldu, həm ev xoşumuza gəldi, yəni Amerikada başlanğıc üçün. Texasdakı qabaritlərə görə ev balaca olsa da, amma bizim üçün uyğundur. Mənim üçün çox vacibdir ki, mən yaşadığım evdə məndən əvvəl heç kim yaşamasın. Çünki ev nə qədər təmiz olsa da iyrənirəm. Həmçinin Amerikada ev heyvanları çox saxlayırlar, itlər, pişiklər və ilk evimizə girəndə, mən o heyvanların tükünü görəndə onu heç belə əl vurub təmizləyə də bilməmişdim. Təsəvvür edirsiniz də 8 il kirayədə yaşadıqdan sonra axır ki, öz evində yaşamaq nə deməkdir? Mənə elə gəlir, bunu yaşayanlar yaxşı anlayar. Azadlığı və rahatlığı hiss edirsən. Ev arzusunda olan hər kəsin bu gözəl hissi yaşamağını arzu edirəm. Həyatımın bu müsbət tərəflərinə baxmayaraq, özümü xoşbəxt hiss edə bilmirdim. Səbəb isə daxildə özümlə apardığım mübarizə idi. Əslində xoşbəxt olmamağım üçün ortada belə bir qlobal problem yox idi. Hətta deyə bilərsiniz ki, bir çox insanların arzuladığı həyatı yaşayırsan, naşükür insansan və s. Mən bunu anlayıram, naşükürlük etmirəm, amma təəssüf ki, xoşbəxt ola bilmirdim. Xoşbəxt ola bilməməyimin səbəblərindən biri o idi ki, elə gəlir, immiqrant sindromu yaşamağa başlamışdım. Adətən bu sindrom ilk 6 ay, 1 il ərzində baş verir, amma məndə nədənsə gecikdi. 2 ildən sonra başladı. Həyatımın 29 ilini yanımda olan ailəm, dostlarım, öyrəşdiyim dil, yeməklər, bayramlar və s. hamısından uzaq düşdüm. Azərbaycanda yaşayanda ailəmiz bizə çox böyük dəstək olurdu. Həm mənəvi olaraq, həm fiziki olaraq və bura köçdükdən sonra artıq bütün bu yüklər hamısı, yəni tək bir insanın üzərinə düşür. Bunu xaricə köçməmişdən qabaq tam anlasam da, amma nə qədər çətin olduğunu başa düşmürdüm. Və istər-istəməz bu məni sıxırdı. Deyə bilərsiniz ki, Amerikaya köçməyi peşmanam. Qətiyyən yox, sadəcə olaraq bu immiqrant həyatının çətin mərhələlərindən, etaplarından biridir ki, hansını ki, axır əvvəl keçəcəyik. Digər səbəblərdən biri isə mən ailə həyatı quranda 23 yaşım var idi. Qızımı dünyaya gətirəndə 24, əkizləri olanları dünyaya gətirəndə isə 25 yaşım var idi. İkinci hamiləliyim çox çətin keçmişdi. Uşaqlar vaxtından tez dünyaya gəlmişdilər. Bütün bu stres, yorğunluq, da həyatımın 180 dərəcə dəyişməsi məni yavaş-yavaş depressiyaya salmağa başladı, hansını ki, mən başa düşmürdüm. Bütün bu vaxt ərzində ümidimi itirmədim, güclü olmağa çalışdım. 8 ildən sonra başa düşdüm ki, mən artıq tükənmişəm. Təbii ki, uşaqlarımı çox sevirəm və onların mənim həyatımda olduqları üçün çox xoşbəxtəm. İndi bir çox gənclərə buradan məsləhət vermək istəyirəm. Ailə qurduqdan sonra çalışın, dünyaya uşaq gətirməyə tələsməyin. Biraz özünüz üçün yaşayın, gəzin, dolanın. Həyatın dadını çıxarın. Bir uşaq dünyaya gətirdikdən sonra ikinci, üçüncü uşaq haqqında düşünəndə bunu 100 dəfə yox, 1000 dəfə götür qoy edin. Bu məsuliyyəti üzərinizə götürməyə hazırsınız ya yox. Xüsusən də ikinci, üçüncü uşağı dünyaya gətirəndə adətən yaxınlarımız məsləhət görür ki, hamısı eyni yaşda olacaq, birdən böyüyəcəklər, gələcəkdə işin daha asan olacaq. Amma qabaqcadan deyim ki, bu belə deyil. Əgər yaxşı ana, valideyn olmaq istəyirsinizsə, övladınıza yetərincə
sevgi vermək istəyirsinizsə, bunu əvvəlcədən düşünməlisiniz. Mənə elə gəlir ki, mənim təcrübəmə əsasən məncə uşaqlar arasında yaş fərqinin olmağı mütləqdir. Burada bir məqamı vurğulamaq istərdim ki, ailənizin, qohumlarınızın sizin üstünüzə təzyiqi ola bilər ki, evləndiniz, artıq uşaq dünyaya gətirməyin vaxtıdır. Qonşular nə deyəcək, qohumlar nə fikirləşəcək, fikirlər yeridirlər. Amma bunu unutmayın ki, başqasının fikri sizin üçün prioritet olmamalıdır. Ən önəmli olan sizin özünüzsünüz və yoldaşınız təbii ki. Siz özünüzə sual verməlisiniz ki, biz bu məsuliyyəti daşımağa hazırıq ya yox? Həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən. Uşaqdan sizə nə qədər kömək olsa da, uşaqların qayğısı sizin üzərinizə düşəcək və bu yükü daşıyacaq olan sizsiniz. Üçüncü səbəb isə demotivasiya olmağımdır. Video çəkməyə nə motivasiyam, nə də ki, həvəsim qalmışdı. TikTokda gündəlik canlıları, videoları izləyərkən çox təəssüf hissi ilə deyirəm ki, insanlar get-gedə inkişafdan elə bil qalırlar. Söyüşlərin, tərbiyələrin normal kimi qəbul edilməsi artıq normallaşmışdır. Və bu məni istər-istəməz məyus edirdi. Beləliklə motivasiyamı itirmişdim. Dördüncü səbəb isə kontentimin özümə uyğun olmamağı idi. Əvvəllər kontentimin unpackinglərə, gözəllik məhsullarına, hardasa bəlkə uşaqlara aid olduğunu və ya gündəlik vloqlara aid olduğunu istərdim. Bu mənə daha maraqlı gəlirdi. Amma Amerikadakı həyat haqqında çəkdiyim video mənə təsadüfi populyarlıq gətirdi. İstər-istəməz bu populyarlığı hiss etdikdən sonra bu kontenti davam etməyə başladım. Artıq Amerika haqqında çəkdiyim videolar, format mənə yorucu gəlir. Ümumiyyətlə, internetdə də bu haqda informasiya çoxdur. Sizə isə mən tərəfdən hansı format maraqlı ola bilərdi? Mütləq şərhlərdə qeyd edin. Depressiya mövzusunu ümumiləşdirib, sonlandırıb, depressiyadan necə çıxmaq olar sualına cavab vermək istəyərdim. Əslində cavabı çox sadədir. Mən anladım ki, başıma gələn hər şeyə görə hər gün təşəkkür etməliyəm. Sadəcə təşəkkür. Həyatdakı kiçik bir xoşbəxtlikləri anlamaq üçün bəzən şükür etməyimiz yetərlidir. Əslində şükür etdikcə, məsələn, əlim var, ayağım var, sağlamam, uşaqlarım var, ailəm var, yaşamaq üçün başımın üstündə damım var, belə deyək. Ac deyiləm və sair bu kimi xırda səbəblər bizə adi bir hal kimi gəlir. Və buna görə də həyatda nə qədər xoşbəxt olduğumuzu anlaya bilmirik. Buna bir çox misallar gətirə bilərəm. Müharibə gedən ölkələr var. Düşünəndə ki, oradakı insanlar nələr çəkir, başa düşürsən ki, əslində vəziyyət o qədər də pis deyil. Sən bəlkə də xoşbəxtsən onların gözündə. Buna görə də düşünürəm ki, hər xırda bir şeyə görə də mütləq şükür etməliyik. Ən əsası qədrini bilməliyik.